Ölkəmizdə təşkil edilən 3-cü MDB oyunları çərçivəsində ava çəkmə yarışları başa çatdı. MDB oyunlarında 7 ölkədən komandalar ən güclü heyətlə ava çəkmə yarışlarında mübarizə apardılar. Azərbaycan komandasının uğurlu nəticələri oldu. Komandamızın heyətində Amir Ramazanov 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə bürünc medala sahib oldu. 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında Hüseyin Əsalov, İvan Varabjanski cütü 2 nəfərlik kayak qayığında 200 metr məsafədə bürünc medal qazandı. Komandamızın aktivinə gümüş medalı isə Əlimurad Hacızadə əlavə etdi. Əlimurad Hacızadə bir nəfərlik kayak qayığında 200 metr məsafədə 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsüdə ikinci yer tutdu. Beləliklə, komandamız 3-cü MDB oyunlarını 3 bürünc və 1 gümüş medalla başa vurdu.